Beynəlxalq qalereyada Beynəlxalq Kitab Bağışlama gününə həsr olunmuş beynəlxalq onlayn platformada sərgi təşkil olundu. Sərgidə yerli və xarici rəssamlar iştirak edirdilər. Elm və Təhsil Nazirliyinin bir nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin baş rəssamı Fərrux Qasımov və müəllimi Elnura Mənsimova, Sən Bir Dünyasan Art Mərkəzinin rəhbəri Nərgiz Verdiyeva, vitraj və keramika ustaları Aygün Kamilqızı, Kifayət Nəzərova, Məhəmmədi Kənd Orta Məktəbinin müəllimi rəssam Naidə Rizvani və digərləri iştirak edirdilər. Sərgini giriş sözü ilə Beynəlxalq Qalereyanın direktoru Elnura İskəndərova açaraq qonaqları salamladı və kitabların insan həyatından rolundan və günün əhəmiyyətindən bəhs etdi. Əməkdar jurnalist Bayraqdar Info saytının redaktoru Nadir Azəri çıxışında sərgi iştirakçılarını təbrik edib uğurlar arzuladı. Sonda diplomlar təqdim olunub, xatirə fotoları çəkildi.